Murad bəy, baxın, bizim dahi bir, belə deyim də, mən hamı düzdür şair deyirəm, mən filosof deyirəm. İmaməddin Nəsimi kimi bir dahi bir insanımız var. Hansı ki, öz dövründə və öz dövründən sonra da, hətta indi də özü haqqında danışdırır. Biz onun haqqında müzakirələr edirik və müzakirələr çox maraqlı, belə deyim də, debatlara səbəb olur, maraqlı mövzular çıxardır ortaya. Baxın, İmaməddin Nəsimi ilahi sevgini insanın daxili sevgisi ilə, səsi ilə necə əlaqələndirirdi? İmaməddin Nəsimi həmin dövrdə yaşamış və şərq fəlsəfəsində, istər qərbdə də tanınmış böyük şəxsiyyətlərdən biridir. Nəsiminin ilahi sevgini ifadə etmə dili digər istər dini sistemlərdən, istər fəlsəfik sistemlərdən tam ayrıdır. Nəsiminin aid olduğu qolun adı elə gedir hurufilik. Hurufilik sistemi sufizmdən demək olar bərabər və ya biraz fərqli və ya üstün bir sistemdir. Nəsimi ilahi sevgini insanın iç səsinin dialoqunda, özündə görürdü. Yəni Nəsimi bir düsturu vardı. Deyirik ki, mən özümü sevirəm. Aydındır. Öz nədir Fuad bəy? Öz deyəndə nə başa düşürük? Öz mənim əlimdir, qolumdur, bədənimdir, cismimdir. Öz mənim nəyimdir? Öz deyəndə belə özümüzü nəzərdə tutmuruq. Aha, özümüzü. Özümüz nədən ibarətik? Sadəcə cisimdənmi? Siz onu belə bölürsüz də, belə deyim də, ruhu. Yəni hansı ki, prinsipi İmaməddin Nəsimi də bölürdü onu. Ruh, bədən, beyin, belə deyək. Ay, sağ ol. Fərqli bölümlər var, amma təqribən belə bir şeydir. Yəni İmaməddin Nəsimiyə görə öz insanın ruhu deməkdir. Yəni mənim əlimi kəsib atsaz, mən yenə hiss eləyirəm, düşünürəm. Ayaqlarım da olmasa, qolum da olmasa, nəticədə mənim ruhum var. Öz dediyimiz prizma, öz bərabərdir ruh. Ruh nəyə bərabərdir? Ruh başlanğıcını hardan götürüb? Ruh hardan gəlir? İlahidən, yaradandan. gəlir. Deməli, öz bərabərdir ruh, ruh da bərabərdir Allah, Tanrı, yaradan. Öz, ruh və Tanrı. Demək, bunlar hamısı bir-birinə bərabərdirsə, demək, yaradan həm də hardadır? Özümdə. Yəni, yaradanın özündə olduğunu, müqəddəs Qurani Kərimdə də bildirilir ki, o mənə, yəni mən sizə şah damarınızdan da yaxınam bildirir. Yəni Nəsiminin əsas sistemi ilk öncə yaradanın özündə olduğunu kəşf etmək, daha sonra ruhundakı daxili gücü və potensialı istifadə eləyərək möcüzələr yaratmaqdır. Və həmin sistemin içində bir çox qollar vardır. Yəni biz bunu indi daha detallı izah eləyə bilərəm sizlər üçün. Burada mərtəbələr var.